Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mən qapalı və kiçik bir şəhərcikdəyəm. Mərdəkanın tam mərkəzində. Burada 4 dənə ev var. 1, 2, 3, 4 ev var. Hal-hazırda təmir işləri gedir. Tikilib, fasad işləri görülüb, üstü bağlanıb, pəncərələri falan hər bir şeyi qoyulub. Mən sizlərə evlərin biri haqqında məlumat verəcəm. Evlərin 4'ü də eyni proyektdə, eyni sotda, eyni kvadratda, eyni otaqdan ibarətdir. Amma bir söz deyim, o birinci ev, Allah xeyir versin, o ev satılıb. İnşallah kim alıbsa xeyrin görər, yaşayar. Bu ərazi demək olar ki, sırf belə deyim də, tam 4 fəsil yaşamaq üçün yararlı bir yerdir. Məkandır, gözəl bir ərazidir. Biz hal-hazırda tam Qaranquş sanatoriyasının yanındayıq. Buradan piyada çıxırsan, bu dalanla çıxdın, bir dalan o tərəfə keçirsən, dayanacaq marşrutlar, dükanlar, Allah uzaqlasın, kiməsə lazım olmasın, amma lazımdır. Çünki bugünkü həyatda apteklər, sonra bütün dükanlar yani burada var. Piyada get, alış-veriş elə gəl. Buradan min marşruta get. Qonağın gəlsə gəlib səni Hasan tapa bilər. Gözəl bir ərazidəyik. 2,5 sotun içərisində inşa olunub bu evlər, 4 otaqlıdır. Həyətində hovuz var, kiçik bir yaşıllığı olacaq. İşıqlandırmasını zaten oradan birinci evdən çəkdiniz, gördünüz. Onun həyəti necə varsa, hamısında həyəti belə olacaq. Qiymət start olaraq 240.000 manatdır. Torpağın da evin də kubçası çıxarışı var. 2 mərtəbəlidir. Keçək bunu göstərək. Oranın həyətini çəkdin, buranı göstərək. Bütün bax, yerlər hamısı oyulub, daşlar vurulub. Buranın da işıqları görüm, yanar məncə, həyətin işıqları, bir də divar, hamısı işıqlandırması buradan da var, burada da var, bütöv olaraq şey olur. Sonra kombi aparatı orada olacaq, burada bir kiçik yaşıllıq olacaq, burada bir kiçik yaşıllıq olacaq. Həyəti 3 dənə maşın yerləşər, hə? 3 dənə rahat maşın yerləşər, geniş həyəti qalıb. Sonra burada hovuzu var həyətdə, hər bir proyekt, yenə deyirəm, 4 dənə evdən biri satılıb, 3 dənə evin, hamısı eyni proyektdədir. Yuxarıda eyvan var, burada belə bir mətbəx. Keçək evin içərisinə, evin proyekti ilə də müştərilərimiz tanış olsun. Buyurun. Biz hal-hazırda evin daxilinə keçdik. Evin daxilində hər biri, yenə deyirəm, belədir. Birinci mərtəbədə, bu tərəfdə mətbəx otağı yerləşir. Mətbəx otağının daxilində çamaşırxana və texniki otaq çöldə olacaq və çamaşırxana var mətbəxin otağında, daxilində. Bura bütöv olaraq qonaq otağıdır. Qonaq otağın pəncərəsi birbaşa hovuza, ümumi giriş qapı və buradan pilləkən qəfəsi yuxarı qalxırsan. Burada isə birinci mərtəbənin sanitar qovşağı yerləşir. İndi isə görə bir dənə baxaq görə, icazə yoxdur əslində ikinci mərtəbəyə qalxmağa, iş görüblər. Bəlkə gedək obursu mərtəbədə, obursu evdən çıxaq. Ya da bura, gəl buradan qalxaq. Ayağı bura qoy, ora yox, bura. Gəl buradan qalxaq. Kəsmə gördüyümüz kimi monolitdir. Birinci mərtəbə də monolitdir. Tikinti, təmir, yəni keyfiyyətlidir, qəşəngdir. Özünüz də gələndə görəcəksiniz. Bura dəhliz olacaq. Burada əlbəttə ki, nə deyirlər ona, məcər olacaq. Sonra burada 3 dənə yataq otağı yerləşir. 1 yataq otağı, 2 yataq otağı, 3 yataq otağı və burada sanitar qovşağı, ümumi sanitar qovşağı var. Bu yataq otağının evin qarşısında olan eyvana çıxışı var. Bu yataq otağının evin qarşısında olan eyvana çıxışı var. Bu yataq otağının məncə yoxdur. Bu yataq otağının yoxdur. Bu da geniş, böyük bir yataq otağıdır. Evin daxilində 3 dənə yataq otağı, 2 dənə sanitar qovşağı, qonaq otağı və mətbəx. Bir daha söyləyirəm, qiymət start olaraq 240.000 manatdır, endirim olunacaq. Təşəkkür edirəm sizə. Bunu çəkib sizə göstərməyimin səbəbi odur ki, həm qiymət uyğundur, həm yeri uyğundur. Həm də ki, kiməsə lazım olar deyirəm, təmir olunur. Əgər kimsə gəlib indi baxsa, divar kağızların, rəng seçimlərində ev sahibinə kömək eləyə bilər özü üçün, öz zövqünə görə seçə bilər. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün. Sağ olun.